Akşamınız xeyir olsun əziz tamaşaçılar. Yenidən Lider kanalının efirinə sizin qonağınız gəldik və bu günlərim Lider kanalında Azərbaycanda ilk dəfə olaraq möhtəşəm layihəyə imza atırıq və həmin layihəni açıq elan edirəm. Bu dəfə də bizim bu layihəmizi, bu möhtəşəm layihəmizi Favorit Production təqdim edir. Favorit Production'da alqışlayaq əziz tamaşaçılar. Bildiyiniz kimi əziz tamaşaçılar, bir çox bizim sevdiyimiz mahnılar var ki, biz onları sevə-sevə dinləyirik, şənliklərdə oynayırıq. Amma heç fərqinə varmırıq ki, bu mahnılar hardan qaynaqlanır. Və bizim bu layihəmiz sırf milli ruhda olan mahnıların müsabiqəsidir. Əsasən də Aşıq Havaların müsabiqəsidir. Belə ki, çox populyar mahnılardır, lakin bilmirik ki, bunlar hardan qaynaqlanır. Söz verirəm ki, bizim bu layihəmiz çox maraqlı olacaqdır. Odur ki, bizim layihəni hər həftənin ikinci günü axşam saat 10-un yarısında nəzərdən qaçırmayasınız. Və beləliklə bizim 10 iştirakçımız var, 10 iştirakçımız var və 10 iştirakçılara bir-bir mən sizə təqdim edəcəm artıq anonslardan. Bilirsiniz ki, kimlər bizim iştirakçılarımız da SMS nömrələrini bilirsiniz. Lakin həmin bizim iştirakçılara qiymət verəcək münsiflər heyətimiz də var. Gəlin alqışlayaq münsiflər heyətimizi. Və beləliklə, əməkdar incəsənət xadimi, bəstəkarlar və Aşıqlar Birliyinin üzvü bəstəkar Tahir Əkbər. Sevimli aşığımız Aşıq Vüqar Mahmudoğlu. Daha bir sevimli aşığımız Aşıq Altay Məmmədov. Və söz xiridarımız, söz ustamız Vüqar Əbdulov. Əziz tamaşaçılar, bizim daha bir münsifimiz var. O bugün üzürlü səbəbdən bizim ilk efirimizdə iştirak edə bilmir. Bilirsiniz ki, rayonlarda konsertlər var. Bizim həmin müğənnimiz də həmin konsertlərdə iştirak edir. Lakin növbəti həftədən etibarən bizimlə birlikdə olacaqdır. Özü burada olmasa da gəlin onu alqışlayaq. Sevimli və populyar müğənnimiz Könül Kərimova. Buradan salamlayırıq Könül xanımı da və istəyərdim ki, həm xeyirdoy üçün, həm də ümumiyyətcə layihə haqqında fikirlərini bilmək üçün münsiflər heyətinə söz verin. Buyurun Tahir müəllim, sizdən başlayaq. Xoş gəlmişsiniz. Xoş gününüz olsun, axşamınız xeyir olsun. Mən hamını salamlayıram və təbrik edirəm. Bu yeni layihə münasibəti ilə, milli səs münasibəti ilə təbrik edirəm. Və siz bayaq dediniz ki, Aşıq Havalarının üzərində qurulacaq bu müsabiqə. Bəli, bizim aşıq musiqimiz, elə muğam sənəsi kimi milli sərvətimizdir və bu sərvəti bizim dövlətimiz sayəsində, yəni şəxsən Mehriban xanımın sayəsində artıq UNESCO kimi böyük bir təşkilat qeydiyyatdan keçirdib və bunu bəşəri bir sərvət kimi elan edibdir. Əlbəttə, biz bundan qürur hissi keçirməliyik. Və aşıq musiqisi deyəndə minillik onun tarixi var və böyük ustadlar bu sahədə yaradıblar, dastanlar yaradıblar, saz aşıq havaları yaradıblar və onlar bugünkü gündə yaşayır. Bax, bizim bu müsabiqəmiz o köklərə, yəni ki, o köklərdən bəhrələnib bugünkü gündə yaşayır. Və mən gəldim ki, bizim bəstəkarlar Üzeyir Hacıbəy başda olmaqla dahi Koroğlu operası, Aşıq Kərəm yaradıblar. Və bu gün də aşıq musiqisi yaşayır. Və təvəzzükarlardan uzaq olsa da, mənim də yaradıcılığımda aşıq musiqisi var. Mütəmada mən müraciət eləmişəm, bəhrələnmişəm. Və verirsiniz, söz gəlişi, mən bu vəsiqəni istəyirəm sizə görsədəm. Bu, mənim üçün çox önəmli bir tarixi bir hadisə oldu. Bu, Aşıq deməli, birliyinin üzvlük vəsiqəsidir. Verilib Tahir Əkbərə, böyük bizim Hüseyn Arif tərəfindən, o vaxt o sədr idi bu təşkilatın. Və mən bir günləri qürur hissi ilə demək istəyirəm ki,
aşıq musiqisinin mən yəni o təşkilatın üzvü oldum. Amma mən o vaxtı tərəddüd elədim ki, dedim sevməlim, axı mən aşığa hansı adiyyətim var? O dedi ki, sən artıq elə əsərlər yazmısan, o dərdin alım o vaxtı indi də yaşayır. Yəni o aşıq üslubunda yazılan bir əsərdir. O dillər əzbər olub, bir gün də o zaman vaxt süzgəsindən gəlib keçibdir və yaşayır. Və mən əlbəttə ki, bir gün bu adı, bu hörməti mən yəni ki, sizin sahənizdə mən çox qürur hissi keçirirəm ki, mən burada aşıq müsabiqəsində münsif kimi dəvət olunmuşum. Çox sağ olun Tahir müəllim, çox sağ olun ki, gəlib bizə şərəfləndirdiniz. Mən bir dənə şey demək istəyirəm ki, əlbəttə ki, bu yarış sənət yarışıdır. Burada heç ki məğlub olmayacaq. Amma siz artıq uşaqlar, bütün iştirakçılar bir dənə böyük bir deməli mükafatı əldə etmişsiniz. O da Azərbaycan xalqı qarşısında çıxış eləmək mükafatını əldə eləmişsiniz artıq. Təbrik edirəm sizi. Çox sağ olun Tahir müəllim. Vüqar müəllim, siz də xoş gəlmişsiniz, siz də dinləyək. Çox sağ olun, minnətdaram. Mən də axşamınız xeyir olsun deyirəm. Bütün televiziya tamaşaçılarına, münsifləri salamlayıram, iştirakçıları salamlayıram. Və təbii ki, bugün bu müsabiqənin keçirilməsi birbaşa aşıq havalarına dəstəkdir. Bayaq İslamsız qeyd edildiyi kimi son dövrlər məclislərimizdə, elə televiziyalarda oxuyan havalar oxunur, amma adları tamam fərqli şəkildə. Və bizim bilavasitə bugün fikrimiz, amalımız odur ki, havalar bir-birindən seçilsin, hərəsi öz adı ilə çağırılsın. Və buna da təbii ki, nail olmuşuq, nail olacaq da inşallah və bu tamaşaçıların və iştirakçıların iştirakı ilə. Bir daha hamını salamlayıram, iştirakçılara uğur arzulayıram, təmkinli olsunlar, sözə fikir versinlər, hər şeyə fikir versinlər. Mədəniyyət həmişə aşıqda olub. Yəni, ta qədimdən bu yerə aşıqlar xalqın davamçısı olub. Ədəbiyyatı, mədəniyyəti, folklor daşıyıcıları olub və bugün də daşıyırlar. Bu aşıqlara layiq, xanəndələrə layiq, yəni bir iştirakçı olsunlar, özlərin gözəl göstərsinlər bu müsabiqədə. Təbrik edirəm hamımızı, bir daha xoş gördük. Çox sağ olun Vüqar müəllim. Onu da qeyd edim ki, Altay müəllim sizi dinləyək. Onu da qeyd edim ki, əziz tamaşaçılar, bu günlərim aşıqlar yox, məhz müğənnilər aşıq havaları ilə özlərini göstərəcəklər. Altay müəllim, buyurun sizi dinləyək. Çox sağ olun, təşəkkür edirəm. Axşamınız xeyir olsun, uğurlu olsun bu layihə. Mən onu qeyd edeyim ki, Aşıqlar Birliyi adından, Folklor İnstitutu adından, İncəsənət Universitetində bilirsiniz, Aşıq kafedrası var. İncəsənət Universiteti adından, yəni bizim bu gənclərimizin hamımızı salamlayıram ki, yəni bu gözəl layihəni, bu böyük layihəni həyata keçiririk inşallah. Onu qeyd eləmək istəyirəm ki, aşıq havaları, ümumiyyətlə bizim ustad aşıqlarımız, Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Vali, Aşıq Ələsgər, yəni bu siyahanı biz çox uzada bilərik, Aşıq Alı, bunların hər biri böyük bəstəkar olublar. Yəni hər bir aşığın yaradıcılığında biz bu gün də baxırıq ki, onların şeiri bu günümüzə gəlib çatdığı kimi, onların yaratdığı havalar da gəlib bax bu günümüzə çatıb və bizim müğənnilərimiz, xanəndələrimiz, eyni zamanda başlıca olaraq aşıqlarımız sevə-sevə oxuyurlar və biz bu layihə boyunca onun şahidi olacaq ki, yəni böyük ustadlarımızın yaratdığı havalar müğənnilərimizin dilində, xanəndələrimizin dilində necə gözəl səslənir. Uğurlar olsun bir daha. Çox sağ olun Altay müəllim və nəhayət Vüqar Əbdulov, xoş gəlmişsiniz. Mən də salamlayıram bütün televiziya tamaşaçılarını, Favorit Productionu təbrik edirəm. Bu layihə münasibət ilə bilirik ki, artıq neçinci layihə deyirlər, sırf aşıq müsabiqəsi də oldu, rəqs müsabiqəsi də oldu. Bu da növbəti bir müsabiqədir. Deməli, Milli Səs adlanır. Həmkarlarımız qeyd elədiyi kimi Tahir Əkbər müəllim çox ətraflı danışdı. Saza köklənmiş, eşqlə aşıqların yazdığı o mahnıları bir daha bizim xalqımız, millətimiz dinləsin. O ifaçıların ifasında tanış olsun o musiqinin kökü ilə, ədəbiyyatı ilə, tarixi ilə, xronologiyası ilə biz də çalışacaq ki, öz bildiyimizdən, eşitdiyimizdən onlara istiqamət verək. Uğurlar olsun, təbrik edirəm. Çox sağ olun. Bir daha alqışlayırıq bütün münsifləriyyətin üzvlərini və tamaşaçılar. Artıq başlamaq istəyirik. Qeyd edim ki, dəstəklədiyiniz iştirakçının adını yazaraq bir səs üçün 93-212-yə, 10 səs üçün 93-229-a, 30 səs üçün 93-230-a həmin iştirakçıların adını yazıb göndərirsiniz və unutmayın ki, bu günlərin biz bu səhnədə
İlin milli səsini seçirik. Alqışlayaq bütün iştirakçılarımızı və ilkin səs faizləri var artıq anonslardan, elanlardan gələn nəticələr var. Görək həftə ərzində səs faizləri necə bölünübdür, gəlin onları birlikdə izləyək, daha sonra başlayarıq. Beləliklə, Gülarə Əvəzxan qızı 4,94 səs faizi ilə alqışlayırıq. Alxaz Kərimov 4,63 səs faizi var. İlhamə Şəmkirli 7,72 səs faizi var. Eltac İbrahimov 5,86 səs faizi var. Alim Mirzəyev 11,42 səs faizi var. Sevda Əliverciyeva 9,57 səs faizi var. Aftandil Qadiroğlu 4,32 səs faizi var. Gilavar qrupu 14,2 səs faizi var. Rəşad Qaraxanoğlu 26,5 %54 səs faizi var. Və Samir Fərədzadə 10,8 səs faizi var. Reklam fasiləsində tamaşaçılar aktiv olun, səs göndərin, unutmayın ki, ilin milli səsini seçirik. İndi isə biz reklamlara ayrılırıq. Reklamdan dərhal sonra sizi çağırın. Bir daha axşamınız xeyir olsun əziz tamaşaçılar. Favorit Production'ın təqdim etdiyi milli səs layihəsindəyik. Və beləliklə münsiflərimizi də dinlədik. Qeyd etdiyim kimi Könül xanım Kərimov özürlü səbəblərdən bugün burada iştirak edə bilmir. Artıq zaman gəldi iştirakçılarımızla bir tanış olmağa. Beləliklə alqışlarınızla ilk iştirakçımızı səhnəmizə dəvət edirəm. Gülarə Əvəzxan qızı. Gülarə xanım buyurun. Xoş gəlmişsiniz. Sizə uğurlar arzuluyuruq bu layihədə. Necə hazırlaşmışsınız, nə gözləyirsiniz bizim layihədən? Layihə çox gözəldir. Çox həyəcanlıyam amma. Müsül Eylətini salamlayıram. Allah hamımızın canı sağ eləsin. Çox sağ olun. Gülarə xanım, bu aşıq havalarıyla özünüzü yad hiss eləmirsiniz ki? Çünki müğənnisiniz. Yox. Yəqin ki, bir səbəbi var bunun. Var. Yəqin ki, növbəti verilişlərdə Gülarə xanım açıqlayar. Nə ifa edəcəksiniz bu günlərim? Bu günlərim nar ağacı, nar çiçəyi. Buyurun. Çiçek qalıb hanı çiçəklər, onun qızıl rəngli ləçəklərini, əylər töküb dünyada küləklər, onun qızıl rəngli ləçəklərini, əylər töküb dünyada küləklər. Nar ağacı, nar çiçəyi, bir ulduzlu hər ləçək, ay nar ağacı, nar çiçəyi, bir ulduzlu hər ləçəyi.
bir geçkin kimi. Sanki ay nurunda ulduzdur yanır. O solmaz çiçeğin ilk geçkin kimi. Nara çınar çiçeği, ne güzeldir yar göçeği. Nara çınar çiçeği, bir ulduzdu her leçeği. Nara çınar çiçeği, ne güzeldir yar göçeği. Nara çınar çiçeği, bir ulduzdu her çiçeği. Çox sağ olun Gülarə xanım. Doğrudan da çox gözəl ifa edir. Bu alqışlar inanıram ki, tamaşaçılar da ekran başından sizi bax beləcə alqışlayırlar. Mən isə sizi yerinizə alım və keçid alım bizim növbəti iştirakçımıza. Alqışlarınızla növbəti iştirakçımız Alxaz Kərimov. Xoş gəlmişsən Alxaz. Necə hazırlaşmışsan bu layihəyə, özünü necə görürsən bu layihədə? Çox gözəl, əla. Nəsə bir sözün varmı bizim münsiflərə? Uğurlar, bütün iştirakçılara, misal münsiflərə də həmsini. Biz də sənə uğurlar arzulayırıq. Nə ifa edəcəksən bugün? Şirvan gözəlləməsi istədim bugün Aşıq Xanışla. Bəli. Buyur. Eşq olsun. Vəfalıdır gözəllər Şirvanın. Gəl yurdum acıq rəsədxana sarı, gör necə cəzbəyirək ulduzları. Gəl yurdum acıq rəsədxana sarı, gör necə cəzbəyirək ulduzları. Ulduzdan gözəldir Şirvanın qızları. Şirvan qızları, nəğmə desin kəkliklər Şirvanın. Nə gözəldir gözəllər Şirvanın, vəfalıdır gözəllər Şirvanın. Nə gözəldir gözəllər Şirvanın, vəfalıdır gözəllər Şirvanın. Yaşayan Azərbaycanında, bozalmaz yaşayan Azərbaycanında. Tanış öz üstü var dağın aranın, vəfalıdır gözəllər Şirvanın. Nəğmə desin kəkliklər Şirvanın, nə gözəldir gözəllər Şirvanın. Vəfalıdır gözəllər Şirvanın, nə gözəldir gözəllər Şirvanın. Nəğmə desin kəkliklər Şirvanın, nə gözəldir gözəllər Şirvanın. Vəfalıdır gözəllər Şirvanın, nə gözəldir gözəllər Şirvanın. Eşq olsun, təşəkkür edirik Alxaz, səni də yerinə alaq. Və əziz tamaşaçılar, bəyəndiyiniz iştirakçılar üçün səs göndərmək istəyirsinizsə onların adını bir səs üçün 93-212-yə, 10 səs üçün 93-229-a, 30 səs üçün 93-230-a göndərməyiniz kifayətdə. Artıq 2
mahnı dinləmişik. Bunlar aşıq havası idi, yoxsa yox. Ən azı bilirəm ki, milli ruhdaydı. Çünki digər iştirakçılar səhnə arxasında hamısı oynayırdı hər iki hava ərzində. Bəs bizim münsiflərimiz nə düşünür? Buyurun, dinləyək. Qısaca da olsa fikirlərinizi alaq. Deməli, birinci ifaçı haqqında mən demək istəyirəm ki, həqiqətən ot dil kök üstə bitər. Mən bizim sənətkarımızın, deməli, evladından danışıram, çox gözəl əhval-ruhiyyə yaratdı, yaşadı o hava ilə. Ümumiyyətlə, bu iki ifaçı bir nikbinlik gətirdi. Yəni, bilirsiniz, ola bilsin, sadə oxudular. Çox, yəni səs, böyük bir səslər olmasa da, amma səmimidilər, ürəkdən oxudular, yaşadılar. Yəni, belə başlanğıc yaxşıdır. Demək olar ki, yaxşıdır. Çox sağ olun, Tahir müəllim. Sözü olan var mı münsiflərdən? Buyurun. Demək istəyirəm, Tahir müəllim çox gözəl qeyd elədiniz. Çox yaxşı başladılar, çox gözəl əhval-ruhiyyə ilə başladılar. Bir şeyi mütləq qeyd eləmək lazımdır ki, Gülarə xanım oxuyan müxəmməs havasıdır. Qərb aşıq mühitində bu müxəmməs havası kimi tanınır. Hava, yəni müxəmməs havasıdır. Buna müxəmməs şeir şəklində də oxumaq olur, qoşma da oxumaq olur. Xanım oxudu qoşma. Xalq şairi Nəbi Xəzirinin sözlərini oxudu. Yəni müxəmməs havasıdır. Müxəmməs havasının da yaranmağı ehtimal olunur Aşıqalı. Aşıqalı tərəfindən yaradılıb. Yəni bizim klassik havalarımızdan biridir. Çox sağ olun, Altay müəllim. Çox sağ olun, Altay. Təbii ki, Şirvan aşıq havası haqqında mənim də haqqım var ki, danışım. Bu, təbii, müxəmməs havası ruhundadır, Altay. Amma Allah rəhmət eləsin böyük ustadımıza, Aşıq Hacıalı Hacıyev, yəni bu müxəmməsə öz nəfəsini verərək, yəni Nəbi Xəzir ilə müştərək olaraq havanı yaratdı. Hava müxəmməs kimi sevilmədi. Yəni nə qaldı havası ki var, bax o sırf müxəmməs havasıdır. Amma bu havada müəyyən gedişmələr var deyə, müəyyən manevrlər var deyənə, bu sırf Aşıq Hacı, bəli, kökü odur. Kökü müxəmməsdir. Amma bu havada birbaşa, yəni Aşıq Hacıalı, Allah rəhmət eləsin, Hacıyevin qoyduğu imzalar var ki, bu ta qədimdən bura qədər bu hava nar ağacı, nar çiçəyi kimi təqdim olunub. Yəni düzdür, müxəmməsdir bu havanın, kökü müxəmməsdir. Amma hamı bilsin ki, bu havanın kökü müxəmməsdir, amma nar ağacı, nar çiçəyi kimi sevilib el arasında və bu havanın da Aşıq Hacıalıdan sonra məşhur ifaçısı bizim Şirvanın gözəl sənətkarı Əvəzxan xan kişi olub. Bunu da bir alqışlayalım bizim gözəl. Çox sağ olun, Vüqar müəllim. Digər Vüqar müəllimi dinləyək. Mən də bir kəlmə öz növbəmdən deyim ki, doğrudan çox pozitiv notlarla başladıq. Hər iki ifa belə diringə idi, şıdırğı idi, ləzzətli idi, qəşəng idi. Onun tarixi haqqında, xronologiyası haqqında danışdılar. Amma mən bir şey nəzərinizə çatdırım ki, bu ifa iştirakçılara aiddir. Bundan sonra mütləq nəzərə alsınlar. Bu aşıq havalarına köklənmiş biz mahnılar oxuyuruq. Milli səs müsabiqəsində mahnılar oxuyuruq. Orada o aşıq səsi, aşıq manevrası eləmək o qədər mümkün deyil. Amma onun aşığın o şirin dilində şirinlik var. Bax o kəklikləri, sən kəklik desən ona, onu dadını verməz. Siz də bayağı xanım çiçəklər, o nar ağacında çiçəklər. Orada o kığına belə bir interesli, maraqlı bir vurğu vurun ki, qoy o şirinliyi qalsın onun orada. Çox sağ olun. Münsiflərimizi bir daha alqışlayırıq. Mən isə tamaşaçıların nəzərinə çatdırmaq istəyirəm ki, bu günlərim 10 iştirakçımız burada iştirak edir, çıxış edirlər və sizin göndərdiyiniz səslər nəticəsində sona qalan 2 iştirakçımız növbəti həftə burada canlı ansamblla birlikdə duelə çıxıb yarışacaqlar və həmin dueldə məğlub olan iştirakçımız bizim layihəni tərk edəcək, qalib olan isə yoluna davam edəcək. Odur ki, dəstəklədiyiniz iştirakçını bizim layihədə daha uzun müddətə görmək istəyirsinizsə, onu qalib etmək istəyirsinizsə, ona səs verin və onu birinci edin. Alqışlayaq bir daha iştirakçılarımızı. Və bu ana olan səs faizləri var. Artıq 2 ifadan sonra yəqin ki, dəyişmələr var. Gəlin, birlikdə onları izləyək. Beləliklə, Gülarə Əvəzxan qızı 5,49 səs faizi. Alxaz Kərimov 7,69 səs faizi var. İlhamə Şəmkirli 6,87 səs faizi var. Eltaç İbrahimov 7,97 səs faizinə malikdir. Alim Mirzəyev 10,16 səs faizi var. Sevda Əlverciyeva 8,52 səs faizi var. Aftandil Qadiroğlu 7,42 səs faizi var.
Gilavar qrupu 12,54 səs faizi var. Rəşad Qaraxanoğlu 23,63 səs faizi var. Və Samir Fərəczadə 9,62 səs faizi var. Alqışlayaq və sözsüz ki, SMS-lərimiz onlara dəstək olaq. Mən isə vaxt itirmədən istəyirəm növbəti iştirakçımızı bu səhnəyə dəvət edəm. Alqışlarınızla İlhamə Şəmkirli. Xoş gəlmişsiniz İlhamə xanım. Xoş gördük sizi. Çox sağ olun. Axşamınız xeyir olsun. Mən müsifləri salamlayıram, dəyərli müsiflərimizi. Necə hiss edirsiniz bu layihədən? Nə gözləyirsiniz? Özünüzü aşıq havaları ilə belə yad hiss etmirsiniz ki? Adətən toylarda bildiyim qədər el şənliklərində bütün tip mahnılar oxunur, lakin burada sırf aşıq havaları və milli ruhda olan havalardır. Həyəcan var. Biraz həyəcanım var. Belə isə nə oxuyacaqsınız bu günlərim? Qədim Qazaq elinin aşıqlarına mahnısıdır. Qazaq elində qımqıma deyirlər. Sozanoğlu. Buyurun, uğurlar. Çox sağ olun.
maşallah Elhamə xanım, çox sağ olun gözəl ifanız üçün. Sözünüz var idi, müraciətiniz var idi, edə bilərdiniz. Buyurun. Bəli. Çox sağ ol. Mən yenə deyirəm, Aşıq Vüqarın hesabında bu mahnını mən məşq eləmişəm, öyrənmişəm. Altay müəllim köməkliyi ilə hər ikinizə minnətdarlığımı bildirirəm. Mən də öz elimlə, öz obamdan, Şəmkir rayonundan səs deyirəm. Şirvan elindən səs deyirəm. Mən Şəmkirli olmama bax, Şəmkirli deyiləm. Şirvanlıyam. Şamaxıdan, Ağsudan səs deyirəm. Bütün Şirvan elindən. Gəncə, Qazaq, Tovuz, Şəmkir. Hamınızdan səs deyirəm. Öz anamla. Ən çox anamdan səs deyirəm, bacılarımla. Çox sağ olun. Çox sağ olun, sizə uğurlar. Və bu an olan səs faizlərinə gəliniz tamaşaçılar birlikdə baxaq. Gülarə Əvəzxan qızı da 5,13 səs faizi var, alqışlayırıq. Alxaz Kərimovda 7,18 səs faizi var. İlhamə Şəmkirlidə 9,23 səs faizi var. Eltac İbrahimov 7,44 səs faizində malikdir. Alim Mirzəyev 9,49 səs faizi var. Sevda Əliverdiyeva 10,51 səs faizi var. Avtandil Qədiroğlu 6,92 səs faizi var. Gilavar qrupu 14,36 səs faizi var. Rəşad Qaraxanoğlu 19,49 səs faizi var. Və Samir Fərəczadə 10,26 səs faizi var. Alqışlayırıq bütün iştirakçılarımızı. Əziz tamaşaçılar, aktiv olun. Çünki son 2 yerə tutan bizim iştirakçılar növbəti həftə burada duelə çıxacaqlar və beləliklə bizim layihəni tərk etməyə real namizəd olacaq. Odur ki, səs verin, dəstəkləyin ki, sizin azarkeşlik etdiyiniz iştirakçı, belə demək mümkünsə, birinci yeri tutsun məhz bugün burada. Beləliklə keçid alıram növbəti iştirakçımıza. Alqışlarınızla Eltac İbrahimov. Xoş gəlmişsən Eltac, necə hiss edirsən özünü? Çox yaxşı hiss edirəm. Axşamınız xeyir olsun. Mən də çox dəyərli müsiflərimizi və ekran qarşısında əyləşən tamaşaçılarımızı salamlayıram və xüsusilə Zərdab rayonundan, Zərdab rayonu Çarlı kəndindən, bütün Azərbaycanımızdan dəstək səs gözləyirəm. Oxuyacağım mahnı da sözləri və musiqisi Aşıq Pənaha məxsus olan Ana Kürüm mahnısıdır. Buyur, uğurlar. Çox sağ olun.
çiçeğiysen, solmayan çiçeğiysen. Ana kürüm, ana kürüm, heyranam sana kür. Ay benim ana kürüm, kurbanam sana kür. Can can ana kürüm, kurbanam sana kür. Ay benim ana kürüm, kurbanam sana kür. Ay benim ana kürüm, kurbanam sana kürüm. Bir daha akşamınız xeyir olsun əziz tamaşaçılar. Bu günlərim Lider kanalının efirində ilin milli səsini seçirik. Və artıq bizim 4 iştirakçımız öz mahnılarıyla ifa etdilər və yenidən mən münsifləri dinləmək istəyərdim. Tərməlim, buyurun, sizdən başlayaq. Deməli, yarışma başlayıbdı və burada mən bir məqama toxunmaq istəyirəm ki, bax bu mahnılar ustadlar tərəfindən, yəni gözəl ifalar, nümunəvi ifalarda biz eşitmişik bunları. Sözsüz ki, bunlar cavandılar, həyəcan var, ilk dəfədir çıxırlar. Amma bilirsiniz, Zeynəb xanımın bir sözü var, bizim böyük müğənnimizin ki, mən dedi, həmişə deyir o sözü, mahnının sahibiyəm, qonağı deyirəm. Bəzi ifaçılar burada belə mahnıda qonaqdılar. Bilirsiniz, aşıq musiqisi onu yəni bağışlamır. O ifada çalışın, düzdür, müasir siz insanlarsınız, amma o ənənələri saxlayın. Yəni o aşıq, o üslubunda oxumağın gözəllikləri var. Bilirsiniz, o şivələr var. Yəni onları hamısını siz eləyin. Siz artıq həyəcanı tərk eləyin. Mən sizə məsləhət görürəm. Yarış başlayıbdır. Yaşayın, yaradın, obraz yaradın. O sözlərlə oynayın. Yəni biraz balaca solğunluq var. O bizim o axırıncı deməli ertaş. Yaxşı ürəyi var, amma bilirsən necədir? Mənim yadıma gəlir o gözəl bir ifa olubdu. O həmin o Ana Kerim mahnısını Vaiz deməli Salmanov rəhmətli çox gözəl onu oxuyurdu. Səsi balaca idi, amma nə qədər ora o ürək qoyurdu, çox gözəl. Yəni əsas ürəkdir. Ürək bir də ürək. Çalışın, yaşayın, həyəcanlanmayın, o obrazı yaradın. Bax bu mən sizin Çox sağ olun Tahir müəllim. Müsiflərdən digərinin sözü mən bilən yoxdur. Elə isə vaxtı gecikdirmədən keçirik növbəti iştirakçımıza. Alqışlarınızla Alim Mirzəyevi dəvət edirəm mən. Milli Səs səhnəsinə xoş gəlmişsən Alim. Mən dəyərli müsifləri salamlayıram. Ekran qarşısında əyləşən bütün tamaşaçılarımızı salamlayıram. Köhnə bir qədim aşıq mahnısı ifa eləyəcəm. Otellərin sözləri Aşıq Ələskərə aiddir. Musiqisi isə amma bildiyimə görə qədim aşıq musiqisidir. Buyur, uğurlar.
yasat elləri Bağ-bağlar var ucunda Alma heyvalar ucunda Ələskər təyyar ucunda Batıbdır yasat elləri Sənin o qara telləri Sənin o qara telləri O telli telli telləri Gel buraya sət elləri O telli telli telləri Bağrımı kəsət elləri Telli telli o telləri Gel buraya sət elləri O telli telli telləri Bağrımı kəsət elləri Eşq olsun. Eşq olsun Alim. Çox təşəkkür ederim. Oradan da çox gözəl ifa Çox idi. sağ olun. Müraciətin var mı sənin? Dostlarımdan səs istəyirəm. Bütün yaxın dostlarımdan səs istəyirəm. Kimin imkanı varsa bir səs göndərəndə kifayət eləyir. Çox sağ olun, çox təşəkkürümü bildirirəm. Çox sağ ol, səni də uğurluyuram digər iştirakçıların yanına. Yəqin ki, münsiflər də öz fikrini birazdan bildirəcəklər, əziz tamaşaçılar. Onu da qeyd edim ki, bu günlərim bu Milli Səs səhnəsində iştirak edən iştirakçılardan ən az SMS toplamış iştirakçı növbəti həftə duelə çıxacaqlar, öz canlı ansamblları ilə gələcəklər, çox maraqlı olacaq. Lakin onlardan biri bizim layihəni tərk edəcək. Odur ki, səs verin, aktiv olun ki, iştirakçımız bizim Milli Səs layihəsində daha çox müddətə qalsın və bəlkə də qalibi olsun. Belə ki, indiyənə də olan səs faizləri var. Gəlin birlikdə həmin səs faizlərinə baxaq. Gülarə Əvəzxan qızı səs faizləri artır, 6,98 səs faizi var. Alxaz Kərimov 6,51 səs faizi var. İlhamə Şəmkirli 8,37 səs faizi var. Eltac İbrahimov 6,74 səs faizi var. Alim Mirzəyev 13,26 səs faizi var. Sevda Əlverciyeva 9,53 səs faizi var. Aftandil Qədiroğlu 8,6 səs faizi var. Gilavar qrupu 13,2 səs faizi var. Rəşad Qaraxanoğlu 15,35 səs faizinə malikdir və Samir Fərəczadə 11,63 səs faizi var. Alqışlayırıq. Onlara SMS ilə dəstək oluruq. Mən isə keçid alıram növbəti iştirakçımıza. Alqışlarınızla Sevda Əlverciyeva səhnəmizə təşrif buyurur. Xoş gəlmişsiniz Sevda xanım. Çox sağ olun, təşəkkür edirəm. Hər vaxtınız xeyir olsun. Hamınızı salamlayıram. Hamıya da uğurlar arzu edirəm. Necə hiss edirsiniz özünüzü? Necə hiss edəcəm? Biraz həyəcanlıyam. Bizə amma burada milli ruh lazımdır, milli səs lazımdır. Odur ki, sizə uğurlar arzulayıram. İfa edəcəyiniz mahnı isə Yara yalvara yalvaram. Buyurun, uğurlar. Çox sağ olun. Thank you.
kalmışdı toyumuza, yar salladı yine yaza. Ben de kaldım insafsıza, yine yalvara yalvara. Az kalmıştı toyumuza, yar salladı yine yaza. Ben de kaldım insafsıza, yine yalvara yalvara. Yara yalvara yalvara, kaldım yalvara yalvara. Yara yalvara yalvara, kaldım yalvara yalvara. Heybedi yer aynı övreste, vefa gerek seven kesten. Can vereydim sinem üstte, kala yalvara yalvara. Heybedi yer aynı övreste, vefa gerek seven kesten. Can vereydim sinem üstte, kala yalvara yalvara. Yara yalvara yalvara, kaldım 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 yalvara yalvara. Eşk olsun. Teşekkür ederim. Çok Biz sağ sizə olun. təşəkkür edirik Sevdə xanım. Bəlkə səs istəyəsiniz, bəlkə digər bir sözünüz var. Mən səs istəyirəm. Kim ki mənim SMS-imi görür ekranlarda, hər kəsdən səs istəyirəm. Həmin SMS nömrələrinə iştirakçının adını yazmaq lazımdır. Məsələn, Sevdə xanıma səs göndərmək istəyirsinizsə, Sevdə adını yazıb 93-212-yə göndərsəniz, bir səs üçün yetər. 93-229 10 səs üçündür, 30 səs 93-230 üçündür. O cümlədən digər iştirakçılar üçün də bax beləcə onların adlarını yazıb səs göndərin ki, onlar bugünkü mübarizədə sona qalmasınlar ki, növbəti həftə duelə çıxmasınlar. Çünki duelə çıxacaq olan iki iştirakçıdan biri bizim layihəni tərk edəcəkdir. Bir daha alqışlayırıq Sevdə xanımı. Çox sağ olun, təşəkkür edirəm. Sizi də digər iştirakçıların yanına alaq və beləliklə daha iki biz ifanı dinlədik. Bəlkə fikirlərimizlə bölüşək. Buyurun Vüqar müəllim. Çox sağ olun. Mən bir daha hamını təbrik edirəm. Mən İlhamədən başlamaq istəyirəm. İlhamə yaxşı oxudu. Yəni bu havaya Elnarə xanımdan sonra yanaşmaq mənliyə ki, ürək tələb edir. Təbrik edirəm. Yaxşıdır. Yəni o da deyir, amma yaxşıdır. Təbrik edirəm. Və Eltaca biraz iradlarım var. Eltaz, sən sözü mən əvvəl də sizə qulaq asanda dedim, sən sözü burnumda oxuyursan. Yəni buna birbaşa fikir vermək lazımdır. Artıq bunu deyilməsə, deməsək, yəni cəmaat bizə də irad tutar. Yəni bunlar deyilməlidir. Sonra bizim xanım bu yara yalvara yalvara havası söz yalvara yalvardı. Musiqi zil müxəmməsdir. Şirvan aşıq havasıdır, zil müxəmməs. Yəni bunu da qeyd eləyəsiniz ki, və biləsiniz, mənim və alim qardaşımız bir şey qeyd edeyim ki, alim Zakir Mirzəyev, bizim böyük sənətkarımız, qarmon ustasının qardaş oğludur. Zakir müəllim də ürəkdən alqışlayaq onu. Və burada Alxaz əyləşib, Alxaz da Kərimovlardandır, yəni Asif bizim o prodüseri yaxşı tanışdır, Kərimovlardandır. Yəni burada sadə uşaqlar deyir, nə bənədir, bunlar artıq profesionaldırlar, səhnədədirlər. Bir balaca bugün bunlar elə bil, biraz qısılırlar, biraz sıxılırlar. Təbii ki, onu anlamaq olar, birinci efirdir, efir görmürlər, amma neynəmək olar ki, iş boynumuza düşən missiya budur ki, biz burada özümüzü sərbəst və etdiyimiz hərəkətlərin hamısını dəqiq və düzgün etməliyik. Və sizdən artıq ricam budur ki, bayaq Tahir müəllim çox gözəl bir söz dedi ki, gərək biz verilişi elə başlayaq ki, heç kimin kanalı dəyişməsin. Yəni biz onun üstündə birbaşa çalışmalıyıq. Yaxşıdır, təbrik edirəm, bu qədər. Yəni mənim iradlarım bu qədər. Buyurun. Buyurun. Eləcə də mən bir şey deyim ki, yəni burada ifa olunan, onsuz da bu hesabat elədik ki, tanışlıq nömrələridir, tanışlıq mahnılarıdır. O baxımdan biz sizdən heç bir irad elə bilik. Sadəcə bir-birinə fərqləndiririk ki, yəni alim daha ürəklə oxudu. Hələ nə qədər o mahnıda məsələn musiqi işi var idi, yəni aranjmanında yeniliklər, o pauzalar var idi. Onların öhdəsindən məharətlə gəldi, amma o ana kürüm oxuyan
Eltac. Eltac qardaşımızda biraz o pasiflik var idi. Nə qədər alim sərbəst idi, o qədər səndə pasiflik vardı. Və mən bir şey deyim ki, gözəl xanım, gözəl ifa elədi, gözəl səhnə davrandı. Sevda xanım, yar gərək yarın qeydinə, qala yalvara yarvala. Sən oxumsan yar yarın gərək qeydinə. Bilirsiniz, Aşıq şeirində qafiyələr biraz görürsən hərdən səpələnmiş formada olur. Məsələn, həm qafiyə götürmürlər, sözün gözəllik xəttinə başqa bir söz qoyurlar onun əvəzinə. O demək, qolaq qoyurlar azsa. Amma o demək deyil ki, aşığı onu bilmir. O özü bilərəkdən o dadı qoyur ora. İkinci bəndində də az qalmışdı toyumuza, yar saxladı gələn yaza. O gələn sözü sən dedin yenə yaza. O yenə qısa... Konkret gələn yaza qaldı. Gələn yaza qaldı. Yəni biz onu niyə görə irad edirik? Sizin bu mahnını sevən bir gənc, tələbə, uşaq sabah elə bilər ki, onun elə originalı odur, onu elə oxuyar. Ona görə də fikir vermək lazımdır mütləq. Onu qeyd eləyək ki, bu Sevda xanım oxuduğu bir gözəl mahnı Xeybər İgidəliyevin, sözləri Xeybər İgidəliyevin, bizim Şirvan elinin gözəl şairi olub, Allah rəhmət eləsin. Rəhmətlik Məmməd Ağa oxuyub. Çox gözəl oxuyub. Bəli, bu günümüzdə də sevilə-sevilə bizim aşıqlarımız tərəfindən, müğənnilərimiz tərəfindən oxunur. Yəni, Xeybər İgidəliyevin sözüdür, sizin oxuduğunuz söz. Çox gözəl oxudunuz, çox gözəl. Təbrik edirəm və mən ondan öncə İlhamə xanımın oxuduğu havaya münasibətimi bildirmək istəyirəm. Özü qeyd elədi. Yəni, Qazax qımqıması deyirlər. Xüsusən Qazaxda İncə dərəsi. İncə dərəsi deyilən gözəl bir el-oba var ki, dili şirin, sazı böyük, hikmət var o eldə, o obada. Bunun da tarixi çox uzun illərə gedir. 1000 illərlə ölçülür. Yəni, o mümkün deyil ki, konkret göstərəsən ki, bu hasan gəlib. Yəni, bunun da yenə kökü bizim aşıqlarımıza, aşıq sənətimizə söykənir. Yəni, Qazax qımqıması, İncə dərəsinin qımqıması. Bəli. Çox sağ olun, müəllim. Tarım müəllim, siz də dinləyək. Bəli, bax, çox sevindirici haldır ki, bax, bu iki nəfər, bu axırıncı, bax, o Cavad oğlan, deməli, bəli, Alim bəy və Sevda xanım. Doğrudan da bunlar, bilirsiniz, elə bir ki, bir obraz yaratdılar. Səhnə mədəniyyəti, bax, burada mən görürəm ki, bunlarda var. Bunlar, yəni, o musiqi ilə yaşayırlar, çalışırlar. Əlbəttə ki, nəzərə alaraq ki, həyəcan genə də var. Amma müəyyən bir canlanma artıq başlayıbdır. Və mən digər o ifaçılara da onu xahiş edərdim ki, yadlardan çıxarsın o həyəcanı, o musiqi ilə yaşasın. Aşıq musiqisi bilirsiniz, elə bir sənətdir ki, o xalqa üzün tutub o sənətini nümayiş elətdirir. Və elə bir ki, bu saat elədir, indi xalq tamaşa eləyir və siz ilk dəfə burada öz sənətinizi nümayiş elətdirirsiniz. Çalışın, öz simamız olsun, öz dəsti xəttimiz olsun. Eybi yox, qüsurlar ola bilər. Amma həkk olun bugünkü gündən xalqın ürəyinə. Çox sağ olun. Alqışlayırıq bizim dəyərli müziklərimizi. Onu da qeyd edim ki, növbəti həftədən etibarən populyar və sevimli müğənnimiz Könül xanım Kərimova da bizim müziklərin sırasında olacaqdır. Buradan onu salamlayırıq və bir daha müziklərimizi alqışlayırıq. Və hal-hazırda olan səs faizlərinə gəlin nəzər yetirək. Belə ki, Gülarə Əvəzxan qızı 7,47 səs faizi var. Alqışlayırıq bizim iştirakçıları. Alxaz Kərimov 6,15 səs faizi var. İlhamə Şəmkirli 7,91 səs faizi var. Eltac İbrahimov 8,57 səs faizi var. Alim Mirzəyev 12,53 səs faizi var. Sevda Əlverciyeva 12,9 səs faizi var. Aftandil Qədiroğlu 8,13 səs faizi var. Gilavar qrupu 12,31 səs faizi var.
Rəşad Qaraxanoğlu 13,85 səs faizi var və Samir Fərəczadə 10,99 səs faizi var. Alqışlayırıq bütün iştirakçılarımızı. Əziz tamaşaçılar, aktiv olun çünki bir neçə dəqiqədən sonra artıq sona qalan 2 iştirakçının adı məlum olacaq. O deməkdir ki, onlar növbəti həftə burada duelə çıxacaqlar bir-birləri ilə və məğlub olan iştirakçı bizim milli səs layihəsini tərk edəcək. Bu isə o deməkdir ki, o ilin milli səsi ola bilməyəcək. Alqışlayırıq bir daha iştirakçılarımızı və keçid alıram növbəti iştirakçımızı. Alqışlarınızla Avtandil Rəsulovu dəvət edirəm səhnəyə. Xoş gəlmişsən Avtandil. Dəyərli müsiflərə salamlayıram. Axşamınız xeyir olsun deyirəm. Eşək salamın hamısına uğurlar arzulayıram. İçində özüm qarışıq. Qobustanı təmsil edirəm və iddialıyam. Burada milli səsin qalibi mən olmalıyım. Ay maşallah, bir alqışlayaq və o qədər iddialı çıxış oldu ki, açığı hamının özünə gəlməyə lazımdır. Gəlin reklamlara ayrılaq, siz səs göndərin, biz özümüzə gələk. Reklamlar. Təşəkkürlər Avtandil. Çox sağ olun, təşəkkür edirəm, sağ olasınız. Səni də digər iştirakçıların yanına yola salaq və vaxt itirmədən keçək növbəti iştirakçımız deməyəcəm, növbəti iştirakçılarımıza Kilavar qrupunu dəvət edirəm. Xoş gəlmişsiniz, sizə uğurlar arzu edirəm. Amma nəsə bugün belə biraz fərqli görsənirsiniz, şəkildəkindən fərqli. Fərqli görsənməyimizdə səbəb var. Yəni bizim qrupun 2 ifaçısı artıq solo ifaya başladı. Uğur olsun onlara. Rəşad qardaşımız da yeni qatılıb bizim
qrupa. Dəyərli müsiblər heyətini salamlayırıq qrup adından və ekran qarşısında əyləşən dəyərli bizi izləyən hər bir kəsi salamlayırıq və bizim prodüserimiz, rəhbərimiz Nicat İsmailoğlu'dan səs istəyirik, onu tanıyanlardan səs istəyirik və qrup üzvlərində ürək sözləri var. Və ilk öncə ekran qarşısında əyləşən bütün tamaşaçılarımızı salamlayırıq və dəyərli müsiflərimizi Gilavar qrup olaraq salamlayırıq. Və təbii ki, biz də səsimizi bu gözəl kanalın, lider kanalının yaxın dostu olan çox hörmətli Hacı müəllimdən, Mirzə müəllimdən, eləcə də onun yaxınlarından, dostlarından dəstək gözləyirik. Və Şəmkirdən də çox hörmətli Tahir Məhərrəmli başda olmaqla bütün Şəmkir əhlindən səsimizi gözləyirik. Vaxtımız var, səs istəyəcəyik. Rəşad, qısaca olaraq sözün varsa. Mən də salamlayıram müsiflərimizi və bütün Xocalılardan, Laçınlardan və Füzulilərdən səs istəyirəm. Alqışlayırıq və buyurun sizin ifanı dinləyək. Üzü gülür dostlarım, təbrikə gəlib sizi qohumları yadlarım. Bu gecə toy gecəsi, üzü gülür dostlarım, təbrikə gəlir sizi qohumları yadlarım. Yaysın qoy aləmə, oxunan evləməsin. Yaysın qoy aləmə, oxunan evləməsin. Çanaqqala zurnada, bu hali döndərməsin. Sevinir bəy anası, sevinir bəy atası, yaxılıbdı əllərə toyun əlvanlısı. Sevinir bəy atası, sevinir bəy anası, yaxılıbdır əllərə toyun əlvanlısı. Qoy gəlsin oynamağa, oğlan dəsi qız dəsi. Qoy gəlsin oynamağa, oğlan dəsi qız dəsi. Çanaqqala zurnada, hali döndərməsin, Çanaqqala zurnada, bu hali döndərməsin. Təşəkkür edirik. Çox sağ olun. Oradan da çox gözəl ifadə. Siz də digər iştirakçıların yanına alaq və hal-hazırda olan səs faizlərinə nəzər yetirək. Belə ki, Gülarə Əvəzxan qızı 7,2 səs faizi var. Alxaz Kərimov 5,79 səs faizi var. İlhamə Şəmkirli 7,44 səs faizi var. Eltac İbrahimov 10,74 səs faizi var. Alim Mirzəyev 13,84 səs faizi var. Sevda Əlverdiyeva 13,22 səs faizi var. Aftandil Qədiroğlu 7,64 səs faizi var. Gilavar qrupu 11,57 səs faizi var. Rəşad Qaraxanoğlu 12,4 səs faizi var.
və Samir Fərədzadə 10,33 səs faizi var. Alqışlayırıq bütün iştirakçıları və dərhal vaxt itirmədən keçirik növbəti iştirakçımıza. Rəşad Qaraxanoğlunu dəvət edirəm. Xoş gəlmişsən Rəşad. Sənə də uğurlar arzuluyuruq. Axşamınız xeyir olsun. Mən də dəyərli müsiflər heyətini salamlayıram. İfa edəcəyim mahnı nə olacaq? Qobustan rayonunu təmsil edirəm. Qobustan rayonundan səs istəyirəm. Şamaxı rayonundan səs istəyirəm və Qobustan qəsəbəsindən mənim yaxın dostlarım məni dəstəkləyirlər. Oxuyacağım Şirvan mahnısıdır, Kərəmi. Buyur, uğurlar.
Alqışlayırıq, təşəkkürlər edirik. Lakin Rəşad, mahnı ona görə yarımçıq kəsildi ki, çünki mahnını son anda dəyişdim və xronometrajdan artıq oxuduğun üçün sənə də alırıq digər iştirakçıların yanına. Və dərhal keçirik sonuncu iştirakçımız Samir Fərəczadəni dəvət edirəm. Samir, xoş gəlmişsən. Axşamınız xeyir olsun. Vaxtımız azdır, çox azdır. Mən istəyirəm elə mahnını ifa edeyim. Və yaxşı şənlikisi inşallah gəlsin ifa edeyim. Buyur. Şəmkirim şəkimdə qəbələmdə var. Dolanın başına Azərbaycanım, dolanın başına Azərbaycanım. Borçalı Göyçənin gözəl çağları, Qubanın, Qusarın alma bağları. Borçalı Göyçənin gözəl çağları, Qubanın, Qusarın alma bağları. Sinəmə yaraşır talış dağları, sinəmə yaraşır talış dağları. Dolanın başına Azərbaycanım, dolanın başına Azərbaycanım. Keçir şada, Laçından azlı Qartalda yuvada. Ey könlüm seyran üstə keçir şada, Laçından azlı Qartalda yuvada. Adam Kəlbəzərəmdə, Qubadlıda. Adam Kəlbəzərəmdə, Qubadlıda. Dolanın başına Azərbaycanım, dolanın başına Azərbaycanım. Bakı köksündəki vuran ürəkdir, xəzlər xəzərdir, güldü çiçəkdir. Bakı köksündəki vuran ürəkdir, xəzlər xəzərdir, güldü çiçəkdir. Ay ellər bu yerə gəlmək gərəkdir, ay ellər bu yerə gəlmək gərəkdir. Dolanın başına Azərbaycanım, dolanın başına Azərbaycanım.
Təşəkkür edirəm. Eşq olsun, təşəkkürlər Samir. Çox sağ olun. Və əziz tamaşaçılar, mən bir neçə saniyədən sonra stop deyəcəm. Son anlardır, son göndərdiyiniz SMS-lər həll edicidir. Odur ki, aktiv olun. Çünki sona qalan 2 iştirakçı növbəti həftə duelə çıxacaqdır. Mən isə Samiri yerinə almıram, digər iştirakçıları səhnəyə dəvət edirəm. Çünki məhz bu iştirakçılardan alqışlayırıq bu iştirakçıları. Çox sağ olun deyirik. Və bir neçə saniyədən sonra stop deyəcəm və geriyə sayım edək. 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, stop! Stop və SMS-lər hesablanır. Münsiflər heyətini biz inşallah növbəti həftə dinləyəcək. Canlı yayımdır, vaxtımız çox açıqdır, çox azdır. Görəkən bir kəlmə, hərə bir kəlmə, son sözlərdir. Çox uzun danışmayaq, çünki bu dəqiqə belə nəticə. Artıq stop deyilibdir, səs istəyə bilmirik. İstəyə bilməyəcəm. Yox, son söz, bir kəlmə. Nə deyim, uğurlar arzulayıram hamıya. Buyurun. Mən udmaq istəyərdim. İlhamə xanım, siz? Mən də uğurlar arzulayıram. Kim qalib olsa, ona uğurlar olsun. Sevdə xanım, siz? Elə mən də hamıya uğurlar arzu edirəm, özümə də. Buyur Eltac, səni də dinləyək. Mən də yoldaşlar kimi bir-birimizə uğurlar arzulayaq. Hər birimizə uğurlar. Alxaz, səni də dinləyək. Mənə elə gəlir ki, mən elə gələn turda oynayacağım inşallah. Şamaxılar. Davay sizdən səs gözləyirəm, belə olmaz. Samir, səni dinləyək. Bütün Azərbaycan xalqından səs gözləyirəm, xüsusən də Biləcəri qəsəbəsindən. Gilavar qrupundan bir nəfər dinləyək. Biz də iştirakçılara uğurlar arzu edirik. İstəyirik ki, bir gilavar küləyi əstirək. Odur ki, idealı gəlmişik. Səslərinizi əsirgəməyin. Buyur Rəşad. Mən də bütün uşaqların hamısına uğurlar arzulayıram və bütün şirvanlardan səs gözləyirəm. Avtandil, səni dinləyək. Qostanı təmsil edirəm, bütün iştirakçılara uğurlar arzulayıram və idealıyam, yenə deyirəm. Önərdə gözləyəcəm inşallah. Alim. Mən də hamıya uğurlar arzulayıram. Çox sağ olun. Alqışlayırıq bir daha iştirakçılarımızı və beləliklə bir səs faizlərinə baxaq və sona qalan 2 nəfər növbəti həftə yarışacaqlar. Gəlin baxaq. Gülarə Əvəzxan qızı 7,7 səs faizi var. Alxaz Kərimov 5,41 səs faizi var. İlhamə Şəmkirli 8,73 səs faizi var. Eltac İbrahimov 10,81 səs faizi var. Alim Mirzəyev 13,93 səs faizi var. Sevda Əliverdiyeva 13,31 səs faizi var. Avtandil Qədiroğlu 6,24 səs faizi var. Gilavar qrupu 11,64 səs faizi var. Rəşad Qaraxanoğlu 12,47 səs faizi var və Samir Fərəczadə 10,4 səs faizi var. Beləliklə növbəti həftə dueldə Alxaz Kərimov və Avtandil Rəsulov yarışacaqlar. Əziz tamaşaçılar, Avtandil Rəsulov üçün növbəti həftəyə qədər səs göndərmək istəyirsinizsə, bir səs üçün 93-212-yə, 10 səs üçün 93-229-a, 30 səs üçün 93-230-a səs göndərin. Alxaz Kərimov üçün isə yeni nömrələr olacaq. 93-211 bir səs, 93-310 10 səs, 30 səs üçün isə 93-250 nömrələrinə boş SMS göndərməyiniz kifayətdir. Uğurlar arzulayırıq bütün iştirakçılara. İnşallah növbəti həftənin 2-ci günü axşam saat 10-un yarısında görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.